Salam, xoş gördük hər birinizi. Bugün təsirli çal haqqında bir neçə qeydlər deyəcəyik. Deməli, təsirli çal dedik ki, müəyyən və qeyri-müəyyən olmaqla iki yerə bölünür. Biz burada bilirik ki, təsirli çal əsasən feilin yanında gəlir, feilə aid olur. Qeyri-müəyyən təsirli çal olanda da demək olar ki, elə həmişə hərəkətin yanında olur. Təsirli çal yalnız feili xəbərə aid olur, xəbər olmur. Bəzən bu cümlənin səhv olacaq. Təsirli çal yeganə haldır ki, xəbərlik şəkilçisi qəbul edə bilmir. Xəbər olmur, sadəcə feili xəbərə aid olur. Deməli, burada əsas qeydlərimiz nədir? Məsələn, dedik ki, təsirli çal həmişə hərəkətin yanında işlənir. Məsələn, bir dənə qeyd yazıram. Yazıram ki, bir alma da mən aldım. Bir alma da mən aldım. Aldım nəyi? Almanı. Görürsünüz, qeyri-müəyyən təsirli çal hərəkətin yanında olmalıdır. Amma burada bəzən istisna hal kimi hərəkətdən kənarda da işlənə bilir. Bax, birinci qeydlərimizdən biri budur. Deməli, qeyri-müəyyən təsirli çal hərəkətdən kənarda işlənə bilir. Hərəkətin yanında gəlməyə də bilir. İkinci məsələmiz nədir? Dedik ki, təsirli çal həmişə feili xəbərə aid olur. Amma gəlin baxaq. Məsələn, deyirik ki, uğurlarımı sənə borcluyam. Borcluyam, mən borcluyam. İsmi xəbər, nəyi? Uğurlarımı. Bu da təsirli çal. Deməli, təsirli çal istisna halda növbəti qeydimiz budur ki, təsirli çal bəzən ismi xəbərə də aid ola bilir. Sonra deyirik ki, təsirli çal i-u-ü şəkilçisi ilə düzəlir. Qeyri-müəyyən təsirli çal isə şəkilçisiz olur. Ona görə qeyri-müəyyəndir. Nə sualına cavab verir və asanlıqla müəyyənə çevirmək olur. Məsələn, deyirik, at su içir. İçir nəyi? Suyu. Yerini də dəyişsək, məsələn, desək ki, indi onun haqqında da bir qısa qeyd deyəcəm. Ən asan tapmağın üsulu. Məsələn, deyirik ki, at su içir. Burada bizim şübhəli sözümüz sudur. Bunu bilmək istəyirik, adlı xaldır, yoxsa təsirli çal. Yerini dəyişək, bax, su, at içir. Ola bilər elə bir şey? Yox, olacaq suyu at içir. Deməli, təsirli çaldır. Bu üsulumuzdan biri də budur. Sonra daha nə deyə bilərik təsirli çal haqqında bir qeyd? Deməli, dedik ki, hərəkətdən ayrıla da bilir, hərəkətin yanında gəlməyə də bilir, ismi xəbərə aid ola bilir. Bu cür asan üsulla tapırıq. Bir də bunu deyə bilərik ki, təsirli çal haqqında növbəti qeydimiz bu olacaq ki, yadda saxlayın, testlərə də çox düşür. Bəzən